Salam, hər vaxtınız xeyir, realdasınız. Bəli, hazırda Rusiyadan Ermənistana, Azərbaycandan tranzit keçməklə növbəti yük daşıması həyata keçirilir. 26 vaqondan ibarət çəkisi 1820 ton buğda Biləcəri stansiyasından Böyük Kəsir stansiyası istiqamətində yola düşür. Biz də hazırda Biləcəri stansiyasındayıq. Onu da qeyd etmək istərdim ki, indiyənədək Azərbaycandan tranzit keçməklə Rusiyadan 43 min tona yaxın buğda, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta göndərilib. Eyni şəkildə Azərbaycandan Ermənistana isə indiyənədək 15 min tona yaxın dizel yanacağı və 5 min tona yaxın AI-92 və AI-95 benzini göndərilib. Bir daha diqqətinizə çatdırmaq istərdim ki, 26 vaqondan ibarət 1820 ton buğda Rusiyadan Ermənistana, Azərbaycandan tranzit keçməklə göndərilir. Bizim bu sahədə çatdıracaqlarımız bu qədər. Real izləməyə davam edin.